Şeyx Sərdar Hacı Həsənli Əli ibn Əbu Talib əleyhissalam ömrünün son günlərində övladlarına dedi: Övladlarım, Allahdan başqa yardımcısı olmayan insanlara zülm etməkdən qorxun, çəkinin. İmam əleyhissalam demək istəyir ki, kimin yardımcısı varsa yığışıb sizə qarşı olarlar. Amma bir adamın ki, Allahdan başqa yardımcısı yoxdur, o bir dəfə ah etsə, Allahı köməyə çağırsa və Allah işə qoşulsa, çətin olar. Mənbə 4-cü cümə xütbəsinin 2-ci hissəsi. Şeyx Sərdar Hacı Həsənli Allahı and verirəm öz əzəmət və böyüklüyünə. İlahi, biz dünyada Əli ibn Əbu Talibin əleyhissalam adı ilə tanınmışıq, Əlinin şiəsi medalını sinəmizdə saxlamağa çalışmışıq. İlahi, səni and verirəm öz əzəmətinə, bizi axirətdə də Əli şiəsi adı ilə tanıtdır. Cərgələrin bir-birindən ayrıldığı gün bizi Əlidən əleyhissalam ayrı düşənlərin içində qərar vermə. Mənbə 21-ci cümə xütbəsinin 2-ci hissəsi.